Məlumat üçün bildirmək istəyirəm ki, Yeni köç edən ailələr əvvəlcə rəsmi şəxslər və yerli ictimaiyyət nümayəndələri tərəfindən qarşılanıb. Daha sonra Azərbaycan Mina Təmizləmə Agentliyinin əməkdaşları sakinlərlə görüşərək mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə geniş maarifləndirici məlumat veriblər. Ailələrə naməlum əşya və cisimlərə toxunmamaq, belə hallarda qarşılaşdıqları zaman dərhal aidiyyəti qurumlara məlumat vermək tövsiyə olunub. Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları, eləcə də digər rəsmi şəxslər iştirak ediblər. Doğma torpaqlarına qayıdan ailələr açarları böyük sevinç hissi ilə qəbul edərək yeni evlərində məskunlaşıblar. Keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından məmnunluqlarını ifadə edib, yaradılan müasir yaşayış şəraitinə görə Azərbaycan dövlətinə və ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Gəlib gördüyüm təsəvvürümdəkindən də daha artıqdır, belə deyək. Mən özüm də məsələn dağ, belə dərə sevən insan olmuşam, yəni təsəvvürümdəkindən də artıq bir şeydir. Yəni bunların hamısını görməyimizə səbəb əlbəttə ki, cənab prezidentimizin sayəsindədir. Yəni cənab prezidentimizə başda olmaqla öz təşəkkürümüzü bildiririk. Şəhid ailələri, şəhidlər Allah onlara rəhmət eləsin. Qazilərimizə Allah can sağlığı versin. Çox sevincliyəm, çox sevincimin həddi hüdudu yoxdur. Dəfələrlə gəldiyimə baxmayaraq, hər dəfə gələndə mən yenə həmin sevinci keçirdirəm. Sevinç hissi, əlim ayağım əsir, özümlə asılı deyil. Elə bil ki, doğma yurduma Bakı şəhərində yaşayıram. Yaşadığıma baxmayaraq öz vətənimi çox sevirəm, öz vətənimi istəyirəm. Öz vətənimdə də inşallah 51 yaşındayam. Bugündən də sonra öz vətənimdə yaşamağa qərar vermişəm. Öz övladlarımla 3 oğlum var. Allah qoysa onların 3'ü də özüm də burada Xocavənd rayonunda məskunlaşıb burada yaşayacağıq. Sakinlər torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, qazilərimizə möhkəm can sağlığı arzulayıblar. Onlar vurğulayıblar ki, bugün azad edilmiş ərazilərdə aparılan geniş miqyaslı quruculuq və dirçəliş işləri məhz şəhid və qazilərimizin göstərdiyi misilsiz qəhrəmanlıq sayəsində mümkün olub. Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 6 ailə olmaqla 24 nəfər, Qırmızı Bazar qəsəbəsinə 6 ailə olmaqla 24 nəfər, Xocavənd kəndinə isə 6 ailə olmaqla 20 nəfər köçürülüb. Yeni məskunlaşan ailələr indiyədək Respublikanın müxtəlif bölgələrində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti şəraitdə yaşayırdılar. Anar Şuşalı, xanım Rüstəmzadə, NTV Xəbər, Xocavənd.